Bugün ölkəmizdə pensiya sistemindəki vacib yeniliklərdən danışacağıq. Nazirlər Kabineti əmək pensiyalarının hesablanması və yenidən hesablanması qaydalarına ciddi dəyişikliklər edib. Bu dəyişikliklər həm işləyən, həm də işləməyən pensiyaçıları birbaşa maraqlandırır. Detallara keçid alaq. Yeniliyin ən mühüm hissəsi əmək pensiyasının yenidən hesablanması mexanizminə aiddir. Əvvəlcə işləyən əmək pensiyaçıları üçün nəzərdə tutulan dəyişikliyə baxaq. Artıq onların pensiyasının yenidən hesablanması prosesi fərdi, şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən həyata keçiriləcək. Bu o deməkdir ki, işləyən pensiyaçıların toplanmış kapitalı daha çevik və dərhal pensiya məbləğinə təsir edə biləcək. İndi isə diqqət işləməyən əmək pensiyaçılarına. Onların pensiyalarının yenidən hesablanması mexanizmində bir qədər fərqli yanaşma tətbiq olunur. Şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən başlanılaraq yenidən hesablama aparılacaq. Lakin burada bir vacib məqam var. Bu yenidən hesablama yalnız müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə həyata keçiriləcək. Bu qayda pensiya kapitalının yenidən dəyərləndirilməsi üçün bir zaman çərçivəsi müəyyən edir. Dəyişikliklər həmçinin xüsusi kateqoriyadan olan pensiyaçıları da əhatə edir. Qulluq stajına görə əmək pensiyasına əlavələri 50% həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə bağlı da prosedurlar sadələşdirilib. Belə şəxslərin əmək pensiyasının əmək haqqı və ya dövlət məvacibi əsasında yenidən hesablanması artıq müvafiq dövlət orqanının təqdim etdiyi xüsusi arayış formasına əsasən həyata keçiriləcək. Bu, sənədləşmə prosesini daha sistemli etməyə xidmət edir. Nazirlər Kabinetinin bu qərarı əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında əsaslı dəyişiklik deməkdir. Bu yeniliklər pensiya sisteminin daha şəffaf və ədalətli işləməsinə töhfə verəcək. Yeni qaydalarla bağlı ətraflı məlumatı rəsmi dövlət orqanlarının səhifələrindən əldə edə bilərsiniz.